istiqamətlənibdir. Mən bilmirəm, amma həqiqətən də Çox deməli biz niyə bu cür danışırıq? Bircə dəqiqə Hikmət müəllim, bir məsələni üzr istəyirəm, mən dəqiqləşdirim, mənim üçün dəqiq olsun. Faiq müəllim dedi mənbəni Həsən Həsənovun kitabında var. Elçin bəy, məsələ Azərbaycan sözünün mən oxumamışam. Birinci hörmətli Həsən müəllim eramızdan əvvəl 3-cü əsrdə səhv etmirəmsə elə dedi ki, Azərbaycan sözü keçirir. Ancaq mən o fikirlə razıyam. Bəli, o tarixdə mən də onu uydurma hesab edirəm ki, Atropat bir sərkərdə idi və onun adından Atropatena dövlət yarandı. O çox inandırıcı görünmür. O başqa bir məsələ. Ancaq mənim etirazım Az tayfasının Türk tayfası olması ya qədimliyi ilə bağlı deyildir. Məsələ onda deyil. Yəni biz də bilirik ki, Aslar qədim Türk tayfalarından, qollarından biridir. Məsələ ondadır ki, biz niyə bu çıxma, indi Sabir müəllim, hörmətli Sabir müəllim deyir ki, bu qeyri-ciddidir, biraz belədir, elədir. Ancaq bir gerçəklik var ki, biz niyə bu qeyri-ciddiliyi və digər məsələləri aradan tamamilə qaldıra bilmirik. Deməli, bu məsələnin kökünü ona görə də baxın, mən yenə də deyirəm qısaca, indi hörmətli Hikmət müəllim deyirəm. Mən demək istəyirəm ki, baxın, 1918-ci ildən 2026-cı ilə qədər Azəri, Azərbaycan sözünü İran ideoloqları, Rusiya ideoloqları, Qərb ideoloqları, hər kəs özü üçün bildiyi kimi yozur. Bəs 18-ə qədər kim yozub? 18-ə qədər də 1918-ci ilə qədər də müəyyən yozumları var. Kim? Hər kəs öz marağına görə yozurdu. Ancaq populyarlaşma 18-dən sonra oldu. Bilirsiniz, məsəl üçün 19-cu əsrdə Azərbaycan sözünü Babəkin adından yazanlar da var. Papakandır, Azərbaycan sözü Abbasqulu Başxanovdan yazır. Yəni müxtəlif yozumlar çoxdur. Mirzə Kazım bəyin də yozumları var. Başqalarının da yozumları var. Rus, nə bilim, İngilis, Fransız. Ümumiyyətlə deyir ki, Babək Azərbaycanlı deyil. Mən yenə deyirəm ki, Abbasqulu Başxanov da o da şey edir ki, əslində Azərbaycan sözünün belə bir izah var ki, Azərbaycan sözü məhz Babək, Papakan və o nəysə onunla... Yəni Türklərin aidiyyəti yoxdur Bakıxanovun dediyinə görə. Bakıxanovun dediyinə görə, Bakıxanov qədim dövrə toxunanda deyir. Burada Yafəsin olanları vardı, Türk vardı, onun nəvələri vardı, Xəzər. Azərbaycan sözünün izahında elə deyir. Amma Azərbaycan sözü Türklərə bağlamır. Babəkin adına bağlayır. Amma türklərə bağlamır. Bakıxanov bunu necə bağlayır?